Ay ata, hamıda var ya o şey, mən də istəyirəm də. Yaxşı oğlum, bax sənə bir dənə sual verirəm. Əgər düzgün cavab versən, o istədiyin telefon nədir? iPhone 17? Hə, iPhone 17 alıram sənə. Yox, əgər düzgün cavab verə bilməsən, bir dəfəlik telefon söhbətini də unudursan, cəza olaraq da 10 dənə jim vurursan. Hə, lap yaxşı, mən razı. Bax, deməli bir qız olur, bir də oğlan. Qız ancaq birinci, ikinci və üçüncü günlər yalan danışır. Oğlan isə ancaq dördüncü, beşinci və altıncı günlər yalan danışır. Bunlar bir gün görüşürlər. Görüşəndə ikisi də bir-birinə deyir ki, mən dünən yalan danışmışdım. Deməli bunlar nə vaxt görüşüblər, hansı gün görüşüblər? Daydı ilə almaq istəmirəm də. Yaxşı ki, onu da belə eləyək. Mən də sənə bir dənə sual verirəm. Əgər sualıma cavab verə bilsən, bir də səndən heç vaxt telefon söhbəti eləməyəcəm. Cəza olaraq jimi də 10 dənə yox, 50 dənə eləyəcəm. Buyur, əlbəttə ver. Hə, deməli belə. Bayaq sən hamamda olanda sənə Vaqif ustadan zəng gəldi. Mən də dedim, yəqin vacib olar da. Sən maşını tez-tez verirsən axı Vaqif ustaya. Mən də götürdüm telefonu. Vaqif ustadan nəsə qız səsi gəldi. Sual belədir. Vaqif ustanın qız olma şansı neçə faizdir? Mama, içməyə çay var. Əli, səndə o iPhone 17 var, o təzə çıxan rəng var, kök rəngi var ondan. Yes.